Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı günlərində ölkə ərazisində fövqəladə hadisələrlə bağlı ümumilikdə 230 yanğına çıxış qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə bayram günləri ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən yalnız yanğın hadisələrinə deyil, eyni zamanda digər fövqəladə vəziyyətlərlə bağlı da operativ tədbirlər həyata keçirilib. Belə ki, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza xilas etmə əməliyyatları aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində baş verən yanğınların qısa müddətdə lokallaşdırılması və söndürülməsi təmin olunub. Hadisə yerlərində insanların həyat və sağlamlığı üçün yaranmış təhlükələr aradan qaldırılıb. Xilas etmə əməliyyatları zamanı vətəndaşlara vaxtında yardım göstərilməsi mümkün olub. Ümumilikdə bayram günləri ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 81 nəfər xilas edilib ki, onların 8-i azyaşlıdır. Hadisələr zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 6 nəfər isə həyatını itirib. Fövqəladə Hallar Nazirliyi vətəndaşları bayram və istirahət günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məişət, qaz və elektrik avadanlıqlarından istifadə zamanı diqqətli olmağa, eləcə də hər hansı fövqəladə hadisə ilə üzləşdikdə dərhal 112 qaynar xəttinə müraciət etməyə çağırır.